Qalxanvari vəzlərində əgər əməliyyat keçirəcəksinizsə, mütləq tək qalxanvari vəzin ultrasəs müayinəsi deyil, boyunun ultrasəs müayinəsindən keçməlisiniz. Çünki həqiqətən tez-tez qarşılaşdığımız halda xəstə ultrasəs müayinəsindən keçir, qalxanvari vəzində 1 payında, 2 payında əməliyyatlıq ölçülü bir düyün var və xəstə gedir cərrah yanına əməliyyat olur. Əməliyyatdan sonra əkilməyə verəndə cavab gəlir ki, xərçəngdir. Xəstəni göndəririk onkologiya, radioaktiv yoda. Radioloqlar onu yoxlayarkən görürlər ki, burada metastazı görsədən qan təhlilləri yüksəkdir və araşdırırlar ki, boynun müxtəlif bölgələrində metastatik limfo vəzləri var və təzədən həmin xəstəni göndərirlər cərrahın yanına ki, həmin limfo vəzləri də çıxartsınlar. Ona görə də sizdə qalxanvari vəzin cərrahi patologiyası varsa, tək qalxanvari vəzin deyil, bütün boynun ultrasəs müayinəsindən keçin. Əgər boynunuzun müxtəlif bölgələrində həkimi şübhələndirəcək metastaza oxşayan limfo vəzləri varsa, mütləq onu da biopsiya elətdirin ki, ikinci dəfə əməliyyat olmayasınız. Əgər o da metastatik limfo vəzlərdirsə, elə əməliyyat sırasında həm qalxanvari vəz, eyni zamanda həmin limfo vəzləri çıxarılsın. Məhz bunlara, bu incəliklərə riayət etməklə siz bu problemdən 100%-ə yaxın azad olmuş olarsınız.